Hansı cümlələrdə qayıdış növdə olan feil işlənməmişdir? Qayıdış növdə olan feillər təsirli feillərin üzərinə ıl üstü 4 və ın üstü 4 şəkilləri artırılmaqla düzəlir. Yəni bu tip feillərdə subyekt işi öz üzərində icra etdiyi hiss olunur. Baxaq görə verilən cümlələrin hansında qayıdış növdə işlənmiş feil yoxdur. 1. Hiss olunur, sevinməyə tələsmirsən, problem bitməyibmiş. Məsələn, hiss olunur, bu nümunə qayıdış növü deyil. Sevinməyə tələsmirsən, problem bitməyibmiş. Sevinmək feili sadə feildir. Yəni qayıdış növü feillər ən az düzəltmə olmalıdır. Tələsmirsən və bitməyibmiş feillərində də qayıdış növü xüsusiyyətləri nədir? Öz əksini tapmayıb. Birinci cümlədə qayıdış növdə işlənmiş feil yoxdur. Ay oğul, axı niyə bir işə görə bu qədər üzülürsən? Bax, burada fikir verin, üzülmək feili, yəni subyekt işi öz üzərində icra edir. Yəni özü özünü üzür bir işə görə, düzdür? Deməli, burada qayıdış növü xüsusiyyəti öz əksini tapıb, ikinci cümlədə qayıdış növü feil var. Üçüncü cümlə, nə qədər hisslənsə də üzdə özünü şax tutmağa çalışırdı. Burada qayıdış növü xüsusiyyətləri varmı? Demək olar ki, yoxdur. Bu cümlədə də qayıdış növdə işlənmiş feil yoxdur. Müalicə olmasa, belə xəstəlikdən öz-özünə sağalmazsan. Müalicə olmasa, belə xəstəlikdən öz-özünə sağalmazsan. Bu nümunədə də gördüyümüz kimi qayıdış növü xüsusiyyət qəbul etmiş feil yoxdur. Gözlərindən süzülən yaşları gizlədə bilmir, üzünü gizlədirdi. Baxın, gözlərindən süzülmək, yaş gözdən öz-özü süzülür. Yəni kimsə ona müəyyən təsir etmir. Yəni hər hansı bir xarici təsir yoxdur buna ki, yəni yaşın süzülməyinə təsir göstərsin. Bu da qayıdış növü feildir. İndi bizdən nə istəyir? Deyir ki, hansı cümlələrdə qayıdış növdə olan feil işlənməmişdir? İkinci və beşinci cümləni çıxırıq. Yerdə qalır 1, 3, 4. Sualın cavabı olur D bəndi. Cədvəldəki yanlış nümunələri müəyyən edin. Sinonim sözlərin işləndiyi cümlə, antonim sözlərin işləndiyi cümlə, amonimliyi olan sözün işləndiyi cümlə. Yəni, bizdən yanlış nümunələr istəyirsə, deməli bunların əksini tapacağıq biz buradan. Baxaq görə hansı cümlədə sinonim işlənib? Dostlaşmağa başladığı bu adamın daha ecazkar və cazibədar görünməyini istəyirdi. Burada bir-birinə sinonim olan sözlər varmı? Xeyr, yoxdur. Onun təəccüb dolu gözlərini görsəm də, bu heyrətin səbəbini anlaya bilmədim. Təəccüb, heyrət. Bu cümlədə sinonim, bir-birinə sinonim olan sözlər işlənib. Antonim sözlərin işləndiyi cümlə. Hələ heç kim onun artıq əksik söz dediyini, ədəbsiz davrandığını görməmişdi. Yəni, burada bir-birindən antonim olan sözlər varmı? Xeyr, yoxdur. Yəni, bunlar bir sözdür. Bu mürəkkəb söz bir sözdür. Bunun bir-birindən antonim sözlər kimi biz götürmürük. Burada işlənməyib. Dağların qoynunda dalğalanan çiçəkli çəmənlik varlıların idi. Amma ot çalanlar yoxsullar idilər. Varlı, yoxsul bir-biri ilə antonim olan sifətlərdir. Gəlirik amonimliyi olan söz. Qatarlaşan furqonlar tozlu torpaqlı yollarla gedib, taxıl zəmilərin ətrafında dayanardı. Bax, yol sözü, düzdür, amonimli olan sözdür. Bu amonimli olub. Məqsədimiz sizin uşaqlarınıza elm öyrətmək, dünyalarını işıqlandırmaqdır. Bu nümunədə amonimli olan söz yoxdur. İndi bizdən yanlış nümunələr istədiyi üçün, baxın, bunları çıxırıq, bunlar da var. Cavab olacaq 1, 3, 6, A bəndi. Verilmiş cümlələrin görmək sözünün izahlarına görə düzgün ardıcıllığını müəyyən edin. Bizə görmək sözünün mənaları bu formada verilib. Ancaq bu cümlələrdə gəlin görək hansı ardıcılıqla düzülüb bu mənalar. Məsələn, təsadüf etmək, rastlaşmaq. Gəlin görək bu məna hardadır? Üçüncü cümləyə fikir verir. Axşam evə qaydanda oğlumun dostunu həyətdə görüb salamlaşdım. Həyətdə rastlaşıb salamlaşdım. Birinci gəlirik 3. Gəzmək, yaşamaq, olmaq. Bu ay çoxdankı planımı həyata keçirib İstanbulu da gördüm. Yəni İstanbulda gəzdim, İstanbulda oldum mənasında. Bu şəkildə. Hesab etmək, hiss etmək. Belə görürəm ki, sizin təmiz işiniz hələ çox uzun çəkəcək. Belə hesab edirəm ki, hiss edirəm ki, bu getdi bura. Başa düşmək, anlamaq, duymaq. Cavidin vətənpərvər bir şair olduğunu yazdığı məktublarında başa düşürük, anlayırıq, duyuruq. Gəldi bura.
icra etmək, yerinə yetirmək, qərara gəldiyi ki, bütün işləri görməmiş, bütün işləri yerinə yetirməmiş, evə qonaq dəvət etmək, bu da oldu bir də. Deməli, ardıcıllıq bu şəkildə olacaq. 3, 2, 5, 4, 1. Bu ardıcıllıq haradadır? 3, 2, 5, 4, 1 D bəndində. Cavab olur D bəndi. Hansı sözdə K-yi əvəzlənməsinin baş verdiyini əminliklə demək olmaz? K-yi əvəzlənməsi nə zaman baş verir? Sonu K ilə bitən çoxhecalı sözlərə saitlə başlayan şəyici artıranda, bəli, sondakı K samiti Y samiti ilə əvəzlənir. Gəlin görək, biz bunu hansı sözdə əminliklə deyə bilmirik. Məsələn, çiçəyə olan sözün kökü nədir? Çiçək. Bəli, buna saitlə başlayan şəyici artırır üçün çiçək, çiçəyə çevrilir. Yəni, çiçək sözü varmı? Xeyr. Deməli, bunu əminliklə deyə bilirik. Ləçəyə sözün kökü ləçək. Burada ləçə sözü varmı? Yox. Ona görə də burada da əminliklə deyə bilərik. Ləçəyə olub. Kəpənəyə sözün kökü kəpənək. Kəpənə sözü varmı? Xeyr. Deməli, burada da K-yi əvəzlənməsi əminliklə baş verib. Küləyə sözün kökü küləmək yoxdur. Yəni, küləkdir. Burada da əminliklə deyə bilirik. Amma kürəyə sözünü iki formada düşünə bilir. Bir kürək sözü, bir də var kürəmək feili kimi. Kürəmək. Düzdür, kürəmək feili olanda burada K-yi əvəzlənməsi olmur. Çünki kürəyə yə olur da. Yəni, buradakı y bitişirici olur. Yəni, K-yi əvəzlənməsinin y-sı deyil bu. Amma kürək olanda isə, bəli, burada K-yi əvəzlənməsi baş verir. Deməli, A, B, C, D bəndlərində biz bunu əminliklə deyə bilirik. Amma Y bəndində burada K-yi əvəzlənməsinin olduğunu əminliklə deyə bilmirik. Ona görə də sualın cavabı olur Y bəndi. Feillərin eyni qrammatik məna növündə olduğu hansı cümlələrdə qeyri-müəyyənlik bildirən yəlik halda olan söz işlənmişdir? Yəni, bu sualda bizdən 2 fikir istəyir. Birinci cümlədə feillər eyni qrammatik məna növündə olmalıdır. İkinci də həmin cümlədə qeyri-müəyyənlik, yəni qeyri-müəyyənlik bildirən yəlik halda olan söz işlənməlidir. Gəlin baxaq görək, hansı cümlələrdə şərtə uyğun xüsusiyyət işlənib. Məhəllə uşaqları ilə sözləşib Gəyən düzünə getməyə qərarlaşdırdıq. Baxın, sözləşməyə qərarlaşdırmaq. Hər ikisi məlum növdə, düzdürmü? Bəli, burada məlumdur. Birinci xüsusiyyət var. İkinci xüsusiyyət nədir? Qeyri-müəyyənlik bildirən yəlik halda olan söz. Məhəllə uşaqları söz birləşməsidir. Məhəllə sözü qeyri-müəyyənlik bildirir, yəlik halda işlənib. Bəli, bu hər iki xüsusiyyətə tabedir. Deməli, biri seçirik. Gülüş səsləri çöllərə yayılıb quşların şən nəğmələrinə qarışırdı. Bax, burada səslər yayılır, bir də qarışırdı. Düzdür? Məsələn, burada tutaq ki, bu qayıdış növdədir, amma bu məlum növdədir. Yəni, birinci xüsusiyyətə aid olmadığı üçün, birinci xüsusiyyəti özündə əks etdirmədiyi üçün ikinci cümləni çıxdım. Qışda gecələr yorğana bürünüb ocağın istisi ilə qızınırdıq. Qışda gecələr yorğana bürünüb, qayıdış növ, ocağın istisi ilə qızınırdı, qayıdış növ. Yəni, subyekt işi öz üzərində icra edir. Amma gəlin görək burada qeyri-müəyyənlik bildirən yəlik olan söz varmı? Ocağın istisi müəyyənlik bildirir. Bunu da çıxırıq. Aramızda yaranan müəllim-tələbə münasibəti səmimi dostluğa çevrildi. Aramızda yaranan məlum növ, dostluğa çevrildi, yenə məlum növ. Birinci xüsusiyyət öz əksini tapıb. Müəllim-tələbə münasibəti, burada müəllim-tələbə sözü qeyri-müəyyənlik bildirir və yəlik halda işlənib. Bəli, bu cümlə də şərtimizin hər iki xüsusiyyətinə cavab verir. Beləliklə, sualın cavabı olur A bəndi, birinci, dördüncü cümlələr. Hansı cümlələrdə say işlənməmişdir? Cümlələrə nəzər salaq, cavabımızı tapaq. 1. Gözünü qıyıb diqqətlə onu bir də təpədən dırnağa süzdü. Bu cümlədə say varmı? Burada bir də say mövqeyində iştirak etməyib. Bir də işlənməyib. 1-2 məktub var. Onları yazıb təcili yola salasıyam. Neçə məktub var? 1-2. Qeyri-müəyyən miqdar sayıdır. Burada işlənib. Bizə dedilər ki, onlarla ehtiyatlı davranmaq lazımdır. Onlarla sözü burada kim ilə, onlar ilə əvəzlikdir. Düzdür, burada da say yoxdur. Dövlətin göstərişi var. Kəndlərin çoxunda məktəb açılacaq. Kəndlərin çoxu say işlənib. Rəssam ancaq indi dərk etdi ki, çox gözəl mənzərədir. Buradakı çox sözü sifətinə əvəzləşdirmə, çoxaltma dərəcəsi əmələ gətirən ədatdır. Bu cümlədə də say yoxdur.
Sualın yəni, cavabı olur 1, 3, 5 C bəndi. Feildən düzəlmiş feilin işləndiyi cümlələri müəyyən edin. 1. Atasının səsinin yumuşaldığını, sualına qayğıkeşlik və maraq olduğunu duydu. Bu nümunədə feildən düzəlmiş feil varmı? Atasının səsinin yumuşaldığını, bəli, yumuşalmaq sadə feildir. Sualında qayğıkeşlik və maraq olduğunu duydu. Maraq olduğu da, yəni düzəltmə feil deyil, duydu da sadə feil. Birinci cümləni çıxırıq. Harada bir var, atırıq. Baxışı ilə hamını titrədən bu zəhimli kişi indi bir uşağın lal sükutundan qorxurdu. Baxış feildən düzəlmiş isimdir. Baxmaqdan baxış. Bunu çıxırıq. Hamını titrədən, titrəməkdən, titrətmək, titrədən. Burada saitlə başına şəhidsi gəldiyi üçün t-dıya keçib. Yəni titrəməkdən titrətmək olur bu söz. Deməli, bunu qəbul edirik. İkinci cümlə bizim cavabımız olacaq. İnsan nəfəsi ilə isinməyə evin soyuqluğu hamı kimi məni də bərk üşütdü. İnsan nəfəsi ilə isinməyən evin soyuqluğu hamı kimi məni də bərk üşütdü. Üşüməkdən üşütmək, feildən düzəlmiş feil var. Seçirik üçüncü cümləni. Qarışqalar bu yolun rahatlığını bilirmiş kimi arxayınca yuvalarına yem daşıyırdılar. Nə edirmiş, bilirmiş, yəni bilməkdən bilirmək olmur. Daşımaq feili də sadə feildir, yəni feildən düzəlmiş feil yoxdur. 1 ilə 4-ü çıxırıq, yəni bu cümlədə feildən düzəlmiş feil işlənməyib, cavabımız olur 2, 3, B variantı. Həm say, həm də əvəzli işlənmiş cümlələri müəyyən edin. Bu işdə yaradıcılığa olan marağım pula olan marağımdan çox idi. Bu cümlədə bu əvəzlikdir, çox idi, nə qədər idi, saydı. Birinci cümləni seçirik. Belə gözəl görüşə bircə Akifin gələ bilməməyə təəssüf doğururdu. Belə əvəzlikdir. Bircə burada say deyil. Bütövlükdə, yəni təkcə sözü ilə əvəz edə bilir. Təkcə Akifin gələ bilməməyə təəssüf doğururdu. Deməli, bunu qəbul etmirik. Şəkillərin hamısını çox bəyəndilər və mənə xeyli pul verdilər. Şəkillərin hamısı əvəzlik, çox zərfdir burada, amma nə qədər pul verdilər? Xeyli. Burada saydır. Deməli, bu cümlədə də həm say, həm əvəzlik var. Sirlərin bəzilərinin üstünü açmaq üçün 10 illər tələb olunur. Sirlərin bəziləri əvəzlik, 10 da say. Bu cümlədə də həm say, həm əvəzlik işlənib. Biliklərlə yanaşı sənətin bir çox incəliklərini də öyrədirdim. Biliklərlə yanaşı sənətin bir çox, burada sadəcə nə var? Say var. Əvəzlik varmı? Xeyr, yoxdur. Deməli, 5-i də çıxırıq. Cavabımız olur 1, 3, 4. C bəndi. Altından xətt çəkilmiş söz cümlədən çıxarılsa nə baş verər? Bu yerlərdə çox gözəl insanlar gördüm ki, qonaq üçün əldən ayaqdan gedirlər. Burada gözəl söz sifətdir. Düzdür, biz bunu cümlədən çıxartsaq, diqqətli olun. Dəyişəcək şey çox sözünün say olması. Yəni, gözəl sözün əvvəlində olanda çoxaltma dərəcəsinin göstəricisi olur, ədat olur. Amma gözəli çıxarsaq, çox sözü burada nə olur? Çox insanlar, nə qədər say olur. Deməli, dəyişən birinci, buna diqqət edirik, bura say yazırıq. Baxaq, əsas nitqsələrinin sayı azalmış olar, xeyr. Sifət çıxır, yerinə say gəlir, bu doğru deyil. İnsanlar sözü cəmdə yox, təkdə işlənməlidir, xeyr. Çox sözündən sonra gələn isim həm təkdə, həm cəmdə ola bilər. Bu da səhvdir. Leksik mənalı sözlərin sayı azalmış olar, xeyr, azalmır. Yəni, gözəl söz gedir, yerinə çox sözü say gəlir. Bu da səhvdir. Əsas nitqsələrinin hamısı işlənmiş olar. Baxaq görək. Bu yerlərdə bu əvəzlik yer, isim, çox, say, insan, isim, görmək, feil, qonaq, isim, əldən ayaqdan getmək də frazeoloji birləşmədir. Ümumiyyətlə, burada sifət çıxdı, yerinə sifət qayıtdı mı? Xeyr, deməli, hamısı işlənmiş söhbət səhvdir. Əşyanın miqdarını bildirən söz işlənmiş olar. Bəli, cavabımız olacaq Y bəndi. Çünki gözəl sözünə aid olanda çox ədat mövqeyində idi. Gözəl sözü çıxdı, say mövqeyinə keçdi və doğru cavab olur Y bəndi. Verilmiş fikirlər hansı sözlərə uyğundur? Sinonimi var,
antonimi var, amonim kimi işlənə bilir. Sözlər bəyaz, bitirmək, yad gəlir. Bax, gəlin heç sinonim, antonimə baxmayaq. Birbaşa amonim kimi işlənə bilir. Görək, hansı sözlər amonim ola bilir, ola bilmir. Bəyaz sözün amonimliyi var? Xeyr. Bitirmək sözün amonimi var? Bəli. Bir var işi qurtarmaq mənasında, bir də var düzəltmək mənasında. Yəni, əkirəm, bitirirəm. Amonim kimi işlənə bilir. Yad sözün amonimliyi var mı? Bəli. Bir var yaddaş, bir də var özgə. Gəlir sözün amonimliyi var mı? Xeyr. Gəlir sözün amonimliyi yoxdur. Deməli, bax, 1 ilə 4-ü çıxdıq. Bitirmək sözünün sinonimi var? Bəli, qurtarmaq, bir də var tutaq ki, düzəltmək. Antonim var mı? Bəli, bitirmək, başlamaq. Yad sözünün sinonimi var mı? Bəli, yad, özgə. Antonim var mı? Bəli, yad, yaxın, qohum və s. Gördünüz, elə cavablar çıxdı. Cavabımız olacaq 2, 3, B variantı. Mətndə nöqtələrin yerini hansı atalar sözünü artırmaqla abzazdakı fikri qüvvətləndirmək olar? Baxın, mətndəki nöqtələr bu hissədədir. Gəlin oxuyaq. Bağdad bəy öldürüləndən 1-2 il sonra Şahmar bəy saxta kağıt çıxarıb divanda sübut elədi ki, Damlıca mülkü onun babasınındır. Atalar deyiblər ki, nöqtələr. Şuşada oturan qəza naçalniki, Gəncədə oturan qubernator Şahmar bəyin dostları idilər. Həmişə meşələrə ova gələndə onun evinə düşərdilər. Sonra bəy onları qiymətli hədiyyələrlə yola salardı. Burada diqqət edirsinizsə, burada söhbət saxta kağız, yəni mənfi işlərdən söhbət gedir. Baxın, burada diqqətli olun. Atalar deyiblər ki, arxalı köpək qurt basar. Yəni, Şahmar bəyin arxasında kimlər durur? Şuşada oturan qəza naçalniki, Gəncədə oturan qubernator. Yəni, bunların köməkliyi ilə saxta kağız çıxarıb Damlıcanı özünküləşdirir. Yəni, cavab olaraq bunu seçəcəyik. Digər məsəl üçün, dost yolunda can qurban. Burada müsbət fikirlər səslənmədiyinə görə biz bu atalar sözünü buraya yaza bilmərik. Çünki burada dostluq müsbət ideyaları əks elətdirir. Yəni, bunların dostluğu mənfi xüsusiyyətləri əks elətdirdiyi üçün biz bu atalar sözünü oraya qeyd edilməliyik. Söz qılıncdan kəsərlidir, bu ora getməz. Bal tutan barmaq yalar da bu getməz. Deməli, ən uyğun cavab nöqtələrin yerinə, yəni mənfi ideyaları özündə əks etdirən və ora ən uyğun cavab arxalı köpək qurt basar cavabıdır. Cavab olur D bəndi. Mətnlə bağlı cədvəldəki düzgün uyğunluqları müəyyən edin. Cədvələ baxaq görək hansı fikirlər doğrudur. Buradan doğru fikir seçməliyik. Buradan yanlış fikir seçməliyik. Buradan ehtimal olunan fikri seçməliyik. Şahmar bəy Bağdad bəyin övladının olduğundan xəbərdar deyildi. Xeyr, bu fikir səhvdir. Niyə? Bu qızla qarşılaşana deyir ha. Xanım soruşdu. Bəy, məni tanıyırsan? Şahmar bəy dedi. Bağdadın qızı deyilsən. Deməli, bunu biz doğru qəbul edilməliyik. Çünki bəy bunu bilir ki, Bağdadın qızı var. Ərazidəki meşələr qonaqların ov etməsi üçün münasib məkan hesab olunurdu. Bu doğru fikirdir. Niyə? Deyir ha, onun Şuşada oturan qəza naçalniki, Gəncədə oturan qubernator, Şahmar bəyin dostları idilər. Həmişə meşələrə ova gələndə onun evinə düşürdülər. Bunu doğru qəbul eləyirik. Yanlış fikir. Şahmar bəy özünə aid olmayan mülkü havaya əldə etmək istəyirdi. Xeyr. Burada nə deyir? Deyir, Damlıcanı sat mənə, yaxşı pul verərəm. Yəni, pul qarşılığında istəyirdi. Bu səhv fikirdir. Bağdad bəyin kim tərəfindən öldürülməsi bilinməsə də, ailəsi Şahmar bəydən şübhələnirdi. Bəli, onun həyat yoldaşı ilə qızı bilirdilər ki, bu işi kim görüb? Yəni, Şahmar bəydən şübhələnirdilər. Bu yanlış fikir yox, doğru fikirdir. Ehtimaldır, Bağdadın yurdunda bircə arvadla qızı qaldığından bəyin onlar tərəfindən öldürdüyünü şübhələnən olmadı. Yəni, sonunda nə deyir? Şahmar bəyin düşməni çox idi. Ona görə də oğlanları, qardaşları tapa bilmədilər ki, bəyi kim vurub? Yəni, qızdan da heç kim şübhələnməyib. Bunu ehtimal eləyə bilərik. Şahmar bəyin oğulları Damlıca mülkünün haqsızlıqla əldə olunduğunu bildikləri üçün onu geri qaytardılar. Xeyr, belə bir ehtimal yoxdur. Sonunda zaten oğlanlardan alıb qaytardılar Bağdadın qızı xanıma. Yəni, bu da yanlışdır, bunu ehtimal kimi. Çünki onu alıb qaytarırlar. Yəni, onlar özləri vermir. Yəni. İndi cavab nə olacaq? 2, 3, bir də 5. Cavab oldu Y bəndi. Mətnin tərkib hissələrini genişləndirə bilmək baxımından uyğunsuzluğu müəyyən edin. Gəlin görək, bu cədvəldə verilmiş fikirlərin hansı hissələrə uyğun deyil. Məsələn, giriş hissədə 2 fikir verilib.
Bağdad bəyin arvadı və qızından başqa kimsəsi yox idi. Bu kobud adam yetənə yetir, yetməyənə daş atırdı. Bax, Bağdadın ailəsi haqqında əsas hissədə baş verilir. Düzdür? Yəni, bu əhvalatdan bir neçə ay sonra Damlıca meşəsində Bağdad bəyi öldürdülər. Bağdadın arvadı Gülnisə də, qızı xanım da bilirdilər ki, yüzü yüz söz deyə bu Şahmar bəyin işidir. Bax, bu əsas hissədədir. Düzdür? Girişdə deyil. Amma bu kobud adam yetənə yetir, yetməyənə daş atırdı. Kimdir bu kobud adam? Şahmar bəy. Fələyə bəndəlik etməyən Şahmar bəydir. Bu əsas hissədə, bu giriş hissədədir, bu doğrudur. Əsas hissə, anasının oğul barəsindəki sözləri xanımın qüruruna toxunurdu. Bəli, burada bu əsas hissədə səslənir. Kör olsun, viran qalsın bu dünya. Əgər Bağdadın oğlu olsaydı, qanı yerdə qalmazdı. Bəli, bunu əsas hissəyə doğru qəbul edə bilərik. Belə bir yerdə qadınla rastlaşmaq bəyə qəribə göründü. Meşədə onunla rastlaşır. Yenə bu əsas hissədədir. Bu da doğru fikirdir. Hamı bilirdi ki, gizlincə adam öldürtmək bəyin daimi peşəsidir. Baxın, burada o yüzü yüz deyə bu işi kim eləyib? Şahmar bəy eləyib. Bax, bu da əsas hissədədir. Bunu əsas hissəyə qoya bilərik. Nəticə yox, əsasa qoya bilərik. Mülkünə yenidən qovuşan ana məsələni anlasa da qızından bu barədə heç nə soruşmadı. Bu da nəticə hissəyə bunu əlavə edə bilərik. Deməli, biz 1-ci və 5-ci cümlələri, yəni verilən hissələrə uyğun olmadığını gördük. Cavabımız olur 1-5. Yalnız 1-5 A bəndi. Mətndə dövrün hansı səciyyəvi xüsusiyyətləri əks olunub? Gəlin fikir verək görək, hansılar cavabdır. 1. Saxta düzəldilmiş sənədlərlə qanunsuz işlər görülürdü. Bəli, burada nə deyir? Bağdad bəy öldürüləndən 1-2 il sonra Şahmar bəy saxta kağız çıxardıb divanda sübut elədi ki, bəli, bunu biz doğru qəbul edə bilərik. Qadınlar cəmiyyətdə hüquqsuz təbəqə hesab olunurlar. Mətndə ümumiyyətlə qadınların hüquqsuzluğundan bir kəlmə də bəhs olunmuyub. Deməli, bu fikir səhvdir. Problemlər məhkəmədə yox, bəzən insanlar tərəfindən həll olunurdu. Bax, bu hissədə görürük ki, xanım atasının qisasını Şahmar bəydən alır. Yəni, bəzən insanlar tərəfindən həll olunur. Bunu deyə bilərik. Dövlət məmurları rüşvət qarşılığında işlər görürdülər. Bəli, bu saxta kağız elə bilinir. Bilinir ki, saxta yolla əldə olunan şey rüşvətlə əldə olunub deyə bilərik bunu. Bir sıra fərdi torpaq sahələri dövlət tərəfindən mənimsənilirdi. Xeyr, sonda nə edir? Damlıca mülkün alıb Bağdadın qızı xanıma qaytarırlar. Bu da səhv. Yəni, dövlət mənimsəmir yəni bu. Cavabımız olacaq 1, 3, 4 C bəndi. Mətnə əsasən verilmiş cümləni tamamlaya biləcək fikirləri müəyyən edin. Şahmar bəy və Bağdad bəyin hər ikisinin övladı tərəfindən qisas alındığı xeyr. Bağdadın qızı Şahmarı öldürdü, amma Şahmarın övladları atasının qatilini tapa bilmədilər. Ona görə də biri çıxırıq. 2. Dəqiq qətl səbəbi cəmaət tərəfindən bilinmədi. Bəli, hər ikisinin qətl səbəbi bilinmir. Yəni, kim tərəfindən öldürüləri, yəni konkret şəkildə aydın edilmir. 2-ni seçirik. Mal mülkü oğullarına qaldı. Bağdadın oğlu var idi ki, onun mal mülkü oğluna da qalsın. 3-ü də çıxırıq. Qətli meşədə törədilmişdi. Bəli, Bağdad da meşədə öldürüldü. Şahmar bəy də meşədə öldürüldü. Doğrudur. Qatilini təxmin edən obraza rast gəlinir. Bax, Şahmarın qatilini dəqiq bilirlərmi? Oğlanları tapa bilmədilər ki, bəyi kim vurub. Amma Bağdadın qatilini təxmin edən obraza rast gəlinir. Deməli, bu da hər ikisinə aid deyil. Cavab nə olacaq? Cavab olacaq 2, 4 D bəndi. Mətnin giriş hissəsinə əsasən sxemi tamamlayın. Baxaq görəm, haqsızlıq və ədalətsizliyin əsas səbəbi təhsilsizlikdir. Mətnə girişə nə deyir? Alyanlı meşələrin o biri tərəfindəki dağlarda fələyə bəndəlik eləməyən Şahmar bəy yaşayırdı. Savadlı olsa da qaba azğın bir adam idi. Yəni, indi fikir verək. Burada deyir ki, savadlı olsa da qaba azğın bir adam idi. Yəni, haqsızlıq və ədalətsizliyin əsas səbəbi təhsilsizlikdir. Yəni, Şahmar bəy təhsilsiz olmadığına görə biz bunu yanlış fikir kimi seçəcəyik və əsaslandırırıq ki, Şahmar bəy savadlı adam idi. Savadlı idi. Ancaq buna baxmayaraq buna
baxmayaraq haqsız işlər görürdü. Haqsız işlər görürdü. Adam öldürürdü. Adam öldürürdü. Torpaq mənimsəyirdi. Saxta işlər görürdü. Saxta işlər görürdü və s. Bax, bu şəkildə cavablandırmaq lazımdır ki, haqsızlıq və ədalətsizliyin əsasları və təhlükəsizlik fikrini yanlış seçirik. Əsaslandırarkən də bu və buna uyğun fikirlər yazırıq. Mətndə tünd qara hərflərlə verilmiş ifadələrin mənasını izah edin. Mətndə burada birinci cümlədə Alyanlı meşələrin o bir tərəfindəki dağlarda fələyə bəndəlik eləməyən Şahmar bəy yaşayırdı. Digərdə Bağdadda qabağından yeməyən adam idi. Bəli, fələyə bəndəlik etməyən deyəndə, yəni itaət etməyən mənasında, düzdür? Bəli, qudurğan olmaq, qudurğan olmaq, qudurğan olmaq, ta ki, həddini aşan, həddini aşan, itaətdən çıxan, itaət etməyən, itaətdən çıxan, pis işlərlə məşğul olan, pis işlərlə məşğul olan və s. Bu şəkildə yaza bilər. Qabağından yeməyəndə, yəni qorxmaz, məsələn, qorxmayan, çəkinməyən, sözünü deməyə bacaran, sözünü deməyə bacaran və sair buna uyğun fikirlər yazaraq sualı cavablandıra bilərik. Altından xətt çəkilmiş cümləni mətnin səciyyəvi üslubu xüsusiyyətlərinə uyğun zənginləşdirməklə yenidən yazaq. Altından xətt çəkilmiş cümlə bəy bunu görüb qorxdu. Bax, 4 sözdən ibarət cümlədir. Burada da ən uyğun dəyişəcəyimiz söz feil olmalıdır. Qorxdu. Yəni bəy necə dəyişəcəyik? Yəni bunu necə dəyişəcəyik? Yəni, ən yaxşı mətnin səciyyəvi üslubuna xüsusiyyətinə ən uyğun şəkildə dəyişəcəyimiz söz ilə qorxmaq sözü olsun. Gəlin bu şəkildə yazalım. Məsələn, bəy bunu görüb rəngini uddu. Sarısını uddu. Məsələn, bəy bunu görüb rəngini uddu və yaxud da sarısını yaza bilərik. Sarısını uddu. Bu şəkildə qeyd edə bilərik. Sonra məsələn, bəy bunu görüb heyva kimi saraldı. Bəy bunu görüb heyva kimi saraldı. Heyva kimi saraldı. Yəni qorxusundan da yaza bilərik ora. Saraldı. Bunu qeyd edə bilərik. Bəy bunu görüb, tutaq ki, yarpaq kimi əsdi. Qorxusundan yarpaq kimi əsdi. Əsdi və s. Yəni bu şəkildə cavablandıra bilərik. Tutaq ki, bəyin ürəyi yerə düşdü və ilə axırə. Yəni 4 sözlük cümlə əsasən, yəni feillər, dilimizdə daha çox feillər, yəni məcazi formada işləndiyi üçün, yəni bu cümlədə ən uyğun şəkildə dəyişə biləcəyimiz yol sadəcə qorxmaq feilini dəyişməyimiz kifayət edə bilər. Yəni bəy bunu görüb rəngini uddu, sarısını uddu, daş qorxusundan heyva kimi saraldı, yarpaq kimi əsdi və s. Mətndən Şahmar bəyin təkəbbürlü olduğunu sübut edən cümlə seçib yazın. Yəni, təkəbbürlü özündən razı, yəni özündən başqa heç kimi görməyən. Baxaq, burada bir rastlaşma var, qızla rastlaşanda. Deyir, bəy məni tanıyırsan, Şahmar bəy dedi, Bağdadın qızı deyilsən. Bağdad kasıb olduğu üçün Şahmar bəy onu bəy adlandırmağa şəninə sığışdırmadı. Baxın, bax, bu hissəni birinci ilə bu cümləni yazsaq, kifayət eləyəcək. Bax, Bağdad kasıb olduğu üçün Bağdad kasıb olduğu üçün Şahmar bəy onu bəy adlandırmağı şəninə
Sığışdırmadı. Sığışdırmadı. Yəni bu fikri yazsaq kifayət eləyir. Deməli, onun təkəbbürlü olduğunu sübut edən cümlə Bağdad kasıb olduğu üçün Şahmar bəy onu bəy adlandırmaq şəninə sığışdırmadı. Mətnə görə Şahmar bəyin və xanımın eyni əməli bir-birindən nə ilə fərqlənirdi? Yəni mətndən hiss olunur ki, Şahmar da, xanım da hər ikisi insan öldürüb, adam öldürüb, düzdürmü? Yəni onların ortaq əməli adam öldürməkdir. Şahmar bəy torpaq üstündə gizlin şəkildə adam öldürüb. Xanım isə açıq şəkildə, yəni Şahmarın hiss elədiyi şəkildə, açıq şəkildə atasının qisasını alıb. Yəni bunların ortaq əməli insan öldürməkdir. Şahmar bəy torpaq üstündə gizlin şəkildə meşədə, Bağdadı öldürür və yaxud öldürtdürür. Xanım isə istəyir ki, Şahmar bəy görsün ki, bunu öldürən kimdir? Bax, bu sualı da bu şəkildə cavablandıra bilərik. Cədvəldəki düzgün fikirləri müəyyən edin. Valideynlərə xəbərdarlıq edilir, valideynlərə tövsiyə edilir. Gəlin görək, verilən fikirlərin hansı düzgündür? Uşaqları sol əllə hərəkət etməkdən çəkindirməyə arzusu onun ümumiyyətlə hərəkətsizliyə nəticələnə bilər. Ümumiyyətlə, burada belə bir fikir var. Bax, bu abzasa baxaq. Psixologlara görə zorla sağ ələ keçirilən hərəkətlərin nəticəsində uşaq nevroz və pəltək ola bilər. Burada hərəkətsizlikdən söhbət gedirmi? Yəni, xeyr. Sadəcə deyir ki, nevroz ola bilər, pəltək ola bilər və ilə axır. Deməli, bir düzgün deyil. Təzyiqə məruz qalan solaxay uşaqlarda psixoloji problem yarana bilər. Bəli, psixoloji ilə nevroz olmaq psixoloji problemdir. Bunu doğru qəbul edə bilərik. Təkidlə sağ əldən istifadənin düzgünlüyü təbliğ olunan uşaqlarda öyrənmə çətinlikləri yaranır. Yəni, diqqətli olmaq lazımdır. Bax, bu abzasa bir dənə fikir verək. Lakin mütəxəssislər valideynlərin sol əlli uşaqların sağ əlinə istifadə etmək üçün təkid etməsini bunun uşaqda ciddi öyrənmə çətinliklərinə səbəb ola biləcəyini vurğulayırlar. Deməli, bu da doğrudur. 1 səhvdir, 2 ilə 3 doğrudur. Gəlirik bu bir tərəfə. Valideynlərə tövsiyə edilir. Solaxay uşaqlara sağ və sol ilə eyni tezliklə işləməyi öyrətmək vərdişi aşılasınlar. Xeyr, belə bir fikir mətndə yoxdur. Solaxay uşaqların kiçik yaşlarındakı uğursuzluqlarına anlayışla yanaşsınlar. Bax, sondakı abzasa fikir verin. Valideynlər solaxay övladlarına sağ əllə işləməyi təhrik etməkdənsə, uşağın sol əlini çox erkən yaşlardan inkişaf etdirməlidirlər. Ola bilsin ki, uşaqlıqda solaxaylar nəsə düzəltməyə və çəkməyə başlayanda bunu kobud edirlər. Belə uşaqları səbirlə yan almaq və qabiliyyətlərini tərəqqi etmək lazımdır. Bəli, bu doğru fikirdir. Solaxay uşaqları bu vərdişdən çəkindirmək istədikdə bunu ancaq psixoloqun kömək etsinlər. Mətndə ümumiyyətlə psixoloqlardan faydalanın, psixoloqlardan soruşun kimi ifadələr yer almayıb. Bu da səhvdir. Düzgün cavab olacaq 2, 3, 5, Y bəndi. Mətnlə bağlı yanlış fikirləri müəyyən edin. Cümlələrə fikir verək görə hansıları yanlışdır? 1. Solaxaylarda dil funksiyaları daha çox sağ yarımkürədə lokallaşdırılır. Bax, bu hissəyə fikir verin. Araşdırmalara görə beyin yarımkürələri hər iki qrupda fərqli olsa da, sağ əlli insanlarda fərqlər daha qabarıq şəkildə özünü göstərir. Xüsusilə sağ əlli insanlarda dil funksiyaları daha çox sol yarımkürədə lokallaşdırılır. Solaxaylarda isə bu aspektdən yarımkürələr arasında fərq daha az nəzərə çarpır. Yəni, solaxaylarda hansı hissədə lokallaşdırma fərq yoxdur da, yəni bunu doğru kimi qəbul edə bilmərik. Bir yanlışdır. İnformasiyanı daha tez qavraya bilmək solaxaylara xas xüsusiyyətdir. Bəli, burada fikir verin. Buna görə solaxaylar informasiyanı tez və düzgün qəbul edir. Alimənin fikrincə beynin sağ yarımkürəsi informasiyanı daha tez mənimsəyir və buna görə solaxaylar informasiyanı tez və düzgün qəbul edir. Doğrudur.
Məişət əşyaları hazırlanarkən solaxayların rahatlığı nəzərə alınmır. İlk abzasda biz bunu gördük. Bu da doğrudur. Solaxaylar sol əllə olduğu kimi sağ əllə yazmağa da həvəs göstərirlər. Xeyr, mətndə bu öz əksini tapmayıb. Cavabımız nə olur? 2-3 doğru, 1-4 yanlış. Cavab olur Y bəndi. Cümlələri genişləndirə bilmək baxımından uyğun gəldiyi abzasların ardıcıllığını müəyyən edin. Cümlələri genişləndirə bilmək baxımından uyğun gəldiyi abzasların ardıcıllığını müəyyən edin. Bizə bu cümlələr verilib. Çünki sol tərəfdən hücum rəqibi təəccübləndirir. 2. Solaxay və sağ əllilərin beyin quruluşu fərqlidir. 3. Lakin buna görə qan qaraltmağa dəyməz. 4. Solaxay doğulanlar bunu gizlətməyə çalışırdılar. Gəlin görək bu cümlələri hansı abzaslara əlavə eləyə bilərik və bunları ardıcıllıqla müəyyən eləyək. Çünki sol tərəfdən hücum rəqibi təəccübləndirir. Burada döyüş sənətində fikir verin. Bundan başqa solaxaylar döyüş sənətlərində müəyyən üstünlüklərə sahib ola bilirlər. Bu solaxaylara qılınc oynatma kimi müasir idman növlərinə üstünlük verir. Çünki sol tərəfdən hücum rəqibi təəccübləndirir. Bax, bunu bura əlavə eləyə bilərik. Bu abzas neçəncidir? 1, 2, 3, 4, 5. Bu 5-ci abzasdır. Solaxay və sağ əllərin beyin quruluşu fərqlidir. Və burada fikirli bir üst abzasda araşdırmalara görə beyin yarımkürələri hər iki qruplar fərqli olsa da, sağ əlli insanlarda fərqlər daha qabarıq şəkildə özünü göstərir. Xüsusilə sağ əlli insanda dil funksiyaları daha çox sol yarımkürələrə lokallaşdırılır. Solaxaylarda isə bu aspektdə yarımkürələr arasında fərq daha az nəzərə çarpır. Yəni bu cümləni biz bu şəkilə, yəni bu abzasa əlavə elə bilərik. Beyin yarımkürələr ki fərqli olsa da. Bunu ora əlavə elə bilərik. 5, 4. Aralda 5'in 1, 2, 3, 4. Bəli, bunu da buraya qoyduq. Lakin buna görə qan qaraltmağa dəyməz. Bu ən son abzasa fikir verin. Valideynlər solaxay övladlarını sağ əllə işləməyə təhrik etməkdəsə, uşağın sol əlini çox erkən yaşlarda inkişaf etdirməlidirlər. Ola bilsin, uşaqlıqda solaxaylar nəsə düzəltməyə və ya çəkməyə başlayanda bunu kövrət edə bilirlər. Buna görə qan qaraltmağa dəyməz. Bu da axırıncı abzasdır. 10-cu abzasda. Solaxay doğulanlar bunu gizlətməyə çalışırdılar. Bu da 2-ci abzasda. Bax, burada öz əksini tapır. Çünki vaxt var idi ki, belə solaxay insanlar müəyyən təhlükələrlə üzləşirdilər. Bunu da 2-ci abzasda qeyd elədik. Ardıcıllıq bu şəkildə olacaq. 5, 4, 12. B bəndi. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Mətndən belə qənaətə gəlmək olur, mətndən belə qənaətə gəlmək olmur. Gəlin görək cavabımız hansı olacaq. Elmi araşdırmalar solaxaylara olan münasibətin müsbət yöndə formalaşmasına səbəb olmuşdur. Bax, burada belə deyə bilərik. Araşdırmalara görə beyin yarımkürələri hər iki qrupda fərqli olsa da, sağ əlli insanlara fərqlər daha qabarıq şəkildə özünü göstərir. Bir də bu abzasa fikir edin. Amma təbii ki, solaxaylıq qüsur deyil. Sağ əl beynin sol yarımkürəsi, sol əl isə sağ yarımkürəsi olur. Alimlərin fikrincə beynin sağ yarımkürəsi informasiyanı daha tez mənimsəyir və buna görə solaxaylar informasiyanı tez və düzgün qəbul edir. Xüsusi istedada malik olurlar. Bax, bu iki abzasa görə biz bunu bu qənaətə gələ bilərik. Biri qəbul edirik. Solaxaylar insanların diqqət mərkəzində olmaqdan narahatlıq hissi keçirirlər, cəmiyyətdən uzaq gəzirlər. Mətndə demək ki, belə bir fikir yoxdur. Yəni, solaxaylar cəmiyyətdən uzaq gəzmək söhbəti əks olunmuyor. Çünki elmi araşdırmalardan sonra solaxayların bir sıra istedadları öz əksini tapıb və cəmiyyətdə sağ əlli yazanlardan üstünlüyə malik olublar. Bəzən bu qənaətə gələ bilmərik. Mətndən belə qənaətə gəlmək olmur. Solaxaylar sol əldən istifadə etmənin problem kimi qəbul olunduğunu sağ əldən istifadə etməyə məcbur edildikdən sonra anlayırlar. Bəli, fikir edin bura. Solaxayların problemləri əslində sağ əllə işləməyə təkid edildikdən sonra yaranır. Bu qənaətə gələ bilirik. Solaxaylar müsəlman ölkələrində uğursuz insanlar hesab edilirdilər. Müsəlman yox, Avropada hesab olunurdu. Deməli, bu da yanlışdır. Cavabımız nə olacaq? 1, 4. C bəndi. Kontekstə görə hansı izah altından xətt çəkilmiş heç bir ifadəyə uyğun gəlmir? Gəlin görək, verilənlərdən hansı xətt çəkilmiş sözün izahına uyğun deyil.
A bəndinə birinə qarşı irəli sürülən günah təqsir. Baxın, qədimdə soloxay insanların bəxtsiz olması ittihamı, baxın bu ittiham sözü ilə yəni ittiham sözünün mənasına uyğun gəlir. Sonra gəlir istehsal etmək, hasil etmək, hazırlamaq. Bax burada D bəndindəki fikir buna uyğun gəlir. Əlamət sözünə Y bəndində baxın. Bir şeyin bilinməsinə, müəyyən edilməsinə vasitə olan nişanə, işarə. Və bu buna uyğun gəldi. Təhrik etməkdən valdar etmək uyğun gəlir. Burada çox erkən yaşlarda səhər tezdən sübhdən mənası deyil. Aydın oldu, bu tez yaşlarda, yəni daha uşaqlıq, balaca yaşlardan söhbət gedir. Deməli, kontekstə görə hansı izah altına xəçəlmiş heç bir sözü ifadəyə uyğun gəlmir. Cavabımız olur C bəndi. Mətnə görə cədvəli doldurun. Solaxayların sağ əllərdən üstün cəhəti, solaxayların sağ əllərdən əski cəhəti. Yəni, hər hissəyə, hər xanaya bir fikir yazsanız kifayət eləyir. Burada üstün cəhətlər sadalanıb. Baxın. Amma təbii ki, solaxaylıq qüsur deyil. Sağ əl beynin sol yarımkürəsi, sol əl isə sağ yarımkürəsi ifadə olunur. Alimlərin fikrincə, beynin sağ yarımkürəsi informasiyanı daha tez mənimsəyir və buna görə solaxaylar informasiyanı tez və düzgün qəbul edir. Bunu yazsaq kifayət eləyir. Solaxaylar informasiyanı tez və düzgün qəbul edirlər. Bax, bunu yazsaq kifayət edir. Sonra yaza bilərik, təbii ki, solaxay kişilər digər həmkarlarına nisbətən daha çox işləyirlər. İş qabiliyyətinə baxın, burada yazılıb. Yaxşı iş qabiliyyəti göstərib 15% daha çox qazanırlar. Sonra döyüş sənətində üstünlük sahibidirlər. Yəni, bunların hər hansı birini yaza bilərik. Heç bir sıxıntı yoxdur. Sonra solaxaylar arasında istedadlar 20, sağ əllərsə 5%-dir. Bunlardan hər hansı birini yaza bilərik. Solaxayların sağ əllərdən əskik cəhəti nədir? Burada qəzaya düşmə söhbəti var. Belə bir fikir də var ki, sağ və solu tənzimləmə qabiliyyəti zəif olduğundan solaxaylar daha çox qəza düşür. Yəni, sağ əllə sol ələ tənzimləmək. Yaza bilərik ki, sağ və solu tənzimləmə qabiliyyəti solaxaylarda zəif olduğundan zəif olduğu üçün onlar daha çox qəzaya düşürlər. Bunu yaza bilərik. Bir də ən sonunda bax nə yazıb? Ola bilsin ki, uşaqlıqda solaxaylar nəsə düzəltməyə və çəkməyə başladı. Bunu kobud edirlər. Yəni, sağ əlli insanlara, uşaqlara nisbətdə. Yəni, bunlardan da hər hansı birini buraya yaza bilərik. Bax, bu sualda bu şəkildə cavablandıra bilərik. Mətnə əsasən cədvəli tamamlayın. Bizə müddəa tələb olunur, bir də fakt tələb olunur. Bu faktə əsasən, verilən faktə əsasən baxaq görək hansı abzasdan biz bu müddəanı çıxarmalıyıq. Kilsə xadimləri solaxayları şeytan adlandıraraq yandırırdılar. Deməli, bu fakt bax, ikinci abzasdadır. Kilsə xadimləri, bu cümlədir, yəni bu faktdır. Biz bu abzası oxuyaq. Ancaq solaxaylar üçün həyat tarix boyu da asan olmayıb. Qədimdə solaxay insanların bəxtsiz olması ittihamı irəli sürülürdü. Vaxt var idi ki, Avropada solaxaylıq iblisli əlaməti hesab edilirdi və solaxaylara ölüm hökmü oxunurdu. Orta əsrlərin kilsə xadimləri isə solaxayları şeytan adlandıraraq yandırırdılar. Rusiyada isə 1-ci Pyotr belə bir fərman vermişdi ki, kürənlər, solaxaylar, taygözlər məhkəmədə şahidlik edə bilməzlər. 1-ci Pyotr bunu belə izah edirdi. Pırıllaqçı bədzatlara ilahi özü nişan qoyur. Bu abzasdan biz belə bir müddəa səsləndirə bilərik. Elə ilk cümləni baxın. Solaxaylar üçün həyat tarix boyu da asan olmuyor. Bax, bu cümləni biz müddəa kimi səsləndirə bilərik. Yaza bilərik ki, solaxaylar üçün həyat tarix boyu asan olmayıb. Bu şəkildə yaza bilər. Sonra solaxaylar tarixən
çətinliklərlə üzləşiblər. Bu şəkildə də yaza bilərik. Sonra tarixdə solakaylara qarşı mənfi münasibətin olduğu anlar da olub. Bax, bu şəkildə müddəalar yaza bilərik. Deməli, birinci müddəamizi bu şəkildə yaza bilərik. Solakaylar üçün həyat tarix boyu asan olmayıb və ya solakaylar tarixən çətinliklərlə üzləşiblər və yaxud da tarixdə solakaylara qarşı mənfi münasibətin olduğu anlar da olub. Yəni, bunlardan hər hansı biri və yaxud buna uyğun fikirlər də nədir, yaza bilərik. Sonra gəlirik, həmin abzasdan da istənilən, yəni bu yazdığımız xüsusiyyətlərə zaten müddəyə uyğun olmalıdır. Yəni, tarixən çətinliklə üzləşiblər, onlara mənfi münasibət olub və s. buna uyğun. Məsələn, onları şeytan adlandırıblar, yazılıb burada. Sonra yaza bilərik ki, solakaylıq iblisli əlaməti hesab edilib, yaza bilərik. Solakaylıq iblislik əlaməti hesab edilib, bunu yaza bilərik. Ondan sonra solakayları ölüm hökmü oxunub, baxın, bunu yaza bilərik. 1. Pyotrun fərmanını yaza bilərik bu şəkildə və s. Buna uyğun cavabları, faktları yazaraq sualı cavablandıra bilərik. Mətndə tünd qara hərflərlə verilmiş cümlədə uyğun düzəlişlər etməklə cümləni yenidən yazın. Bax, bizdən yalnız qüsurlu məqamlardan söhbət gedir. Yəni, biz bu düzəlişi ancaq qüsurlu məqamlarda etməliyik. Burada qüsurlu məqam belə uşaqlara səbirlə yan almaq yox, yanaşmaq və qabiliyyətlərini tərəqqi etdirmək yox, inkişaf etdirmək. Və bu iki qüsurlu məqam bunlardır. Deməli, indi qeyd edirik. Belə uşaqlara səbirlə yanaşmaq və yaxud da yaxınlaşmaq və qabiliyyətlərini inkişaf etdirmək lazımdır. Sual da bu şəkildə cavablandırırıq. Yəni, yalnız qüsurlu məqam bu iki sözdür. Dəyişərək yenidən yazırıq. Mətndəki nöqtələrin yerinə uyğun ifadə yazın. Nöqtələr bu hissədədir. Hələ də bəzi valideynlər övladlarının solakay olduğunu bildikdə onu bu vərdişdən uzaqlaşdırmağa çalışırlar. Lakin mütəxəssislər valideynlərin sol əlli uşaqları sağ əlinə sifat etmək üçün təkid etməsinin yanlış olduğunu, bunu uşaqda ciddi öyrənmə cəhdlərinə səbəb ola biləcək vurğulayırlar. Məsələn, təkid etməsinin yanlış olduğunu, səhv olduğunu, düzgün etmədiklərini və s. Buna uyğun cavablar yazmaqla sualı bu şəkildə cavablandıra bilərik. Əsas və çərçivədəki mətnlər əsasında Eyler-Venn diaqramını doldurun. Hər xanaya bir fikir yazın. Bu əsas mətni oxumuşuq zaten, çərçivəni də diqqətlə oxuyuruq. Sonra hər xanaya bir fikir yazsaq kifayət edir. Məsələn, solakay insanlara aid hər hansı bir xüsusiyyət yaza bilərik bura ki, və elə xüsusiyyət olsun ki, bunlara ortaq cəhət olmasın da. Çünki bilirsiniz də, Venn diaqramda bu hissəyə ancaq solakaylara aid fikirlər yazılır, bu hissəyə ancaq mavi gözlü insanlara xüsusiyyət yazılır, ortaya isə hər ikisinə aid xüsusiyyət yazılır. Məsələn, hər ikisinə aid xüsusiyyət yaza bilər ki, hər ikisi digər insanlardan seçilirlər. Və bunu yaza bilərik bu formada. Və yaxud da müəyyən üstünlüyə malikdirlər. İndi gəlirik xüsusiyyətləri yazmağa. Məsəl üçün, solakaylar tarix boyu ölüm hökmünə məruz qalıblar, yandırılıblar və s. Bunu yaza bilərik. Solakaylar yandırılıblar, məsələn, yandırılıblar. Bax, bu fikir yaza bilərik. Və yaxud da müsbət xüsusiyyətlərini yaza bilərik. Düzdür, informasiyanı daha tez
qavrayırlar və s. Yəni hər xanaya bir fikir yazaraq kifayət edir. Mavi gözlərlə yazaraq daha yaxşı gecə görmə qabiliyyətinə malikdirlər. Daha yaxşı gecə görmə qabiliyyətinə malikdirlər. Bax, bu xüsusiyyətlər yazaraq sualı bu şəkildə cavablandıra bilərik. Yəni əlavə fikirlər yazmaya ehtiyac yoxdur. Qısa və konkret yazırıq və cavablandırırıq.